Keçən illəri mən gələndə Muxtarla görüşdüm mən. Açıq aydın deyirəm, Muxtarla görüşdüm mən. Bilmirəm, deyəsən bundan qabaq danışmamışam bunu heç kimin yanında. Muxtarla görüşdük, bir saatdan yuxarı oturduq. Qaraçuxur məscidinin yanında o Şeyx kafedə, 2-ci mərtəbə ikimiz. Dedim, bəs mən Adillə görüşmüşəm, istəyirəm bəzi şeyləri sənə deyəm. Dedi, yox, Adil özü burada yoxdur, mən onu mühakimə eləyə bilmərəm. Dedim, səndən kimsə tələb eləmir ki, mühakimə elə, hökm ver. Sənə demək istəyirəm ki, adamla oturmuşuq, filan bir 7-8 dənə mühüm məsələlər, mühüm problemlər var ortada. Dedi, yox, biz özümüz oturmuşuq, danışmışıq, cavab almışıq. Dedim, bilirəm, 3 dənə sual vermişsiniz, xuruc eləmək olar deyib, yox, müsəlman görürsən deyib, hə, 3-cü də yadımdan çıxdı. Dedim, bəs bu başqa söhbətlər var. Bu birincisi. İkincisi də əgər sənə belə deyibsə, mənə belə deyibsə və bu mənə dediyi şeyin üstündə münaqişə baş veribsə, qırğın baş veribsə, deməli problem var burada. Sənə başqa, sizə başqa deyib, başqa yerdə başqa söz danışır. Neysə, uzun sözün qısası imkan vermədi, keçdi, qamət məndən belə deyib, qamət mənə dedim, Adil mövzusunda məni susturursan, keçib qamətdən danışırsan. Onda qamət də burada yoxdur, mən də qaməti mühakimə eləyə bilmərəm. Necə olursan, özünü qayda qoyursan, sonra məni məcbur edirsən, öz söz ver. Necə uzun sözün qısası, qardaşlar, danışdım müəyyən şeyləri, bəzi məsələləri, dediyim şey, dedim, Adil alimlərə dil uzadır. Dedi, nə deyir? Dedim, Şeyx Abdullah Buxari barəsində deyir ki, həddədidir. Yəni, bidətçidir. Dedi, elə deyil ki. Yəni, Allaha and olsun, qardaşlar, bax, Rəbbimə and olsun ki, bunu muxtar. Dedi, elə deyil ki, elədir da, elə deyil ki. Dedim, deyir ki, Şeyx Ubeyd alim deyil. Dedi, elə deyil ki. Şeyx Ubeyd deyir, İbrahim Ruhel'in yanında adam, alim deyil ki, deyir. Amma Şeyx Ubeyd İbrahim Ruhel'in şeyxi yerində olan adamdır. Aralarında 26 yaş fərq var, yaş baxımından 76 yaş ondadır, 77 yaş. Alimdir, ümmətin alimləri bugünkü gündə ona alim deyir. Sən kimsən ki, ona alim deməyəsən ki? Sonra Şeyx Muhammed ibn Hədi, o da alimdir, ondan da danışında, onu da təhqirlər. Yəni, bu mənhəc bunun üzərində qurulub. Sələfi elm əhlini vurmaq, yerinə də gətirmək, özünün lazım olduğu insanları gətirmək. İndi bugünkü gündə çıxıb deməsi ki, mən Şeyx Rəbinin rəyindəyəm, hələbi bidətçi filan beşməkan, hansı qulaqdan sırğı asmaq üçün ağalı ilə oturur, Abu Zeydlə filanla beşməkanla adili müdafiə eləmək. Yəni, bu mənhəc, o mumeyyi mənhəci budur. Mumeyyi mənhəci budur ki, bidət əhli ilə qardaş, əhl-i sünnə ilə düşmən. Qamətin hansı xatası var? Xatasız insan yoxdur. Amma qamətin israr elədiyi hansı xatası var? Gətir, qoy ortaya, qamət, mən sənə söz verirəm, qamət qayıdacaq o xatasından. Mən bilirəm ki, o sələfidir, əlhəmdülillah, havasına tabi olan insan deyil, əlhəmdülillah, şərəfli insandır, dəvətçi insandır, dəvətdədir, Allah üçün çalışır və Allah üçün də alimlərin sözü ilə danışır. Yəni, öz sözü yoxdur. Nəsə xatası var, gətir qoy ortaya. Boş-boş danışma ki, həddədidir, nə bilim, nədir. Gətir qoy ortaya ki, xatası budur, dönsün o xatasını. Dönməsə sən deyəndir. Amma mən sənə xatalar qoyuram ortaya. Elə Muxtarın özünün bu xataları var. Alimlər barəsində alçaq sözlər işlətmək. Və s. Burada da, yəni qısa sözü bu olacaq, qamət mənim üçün qamətin ləhcəsi ilə deyir ki, xərəb deyib, mən də bununla gedirəm. Yəni, qisasımı alıram. Yəni, söhbət budur. Və s. Ona görə, qardaşlar, bu məsələ belədir. Oradan Abu Zeyd çıxır, buradan kim çıxır, hamısı axmaqlar, xarablar, bidətçilər, kimlər bidətçilər müdafiə eləmək və s. və ilaxır. Hamısı sələfi mənhəzini dağıtmaq, tökmək, hamısı sələfi mənhəzi, sələfiləri parsalamaq, hərə özünə bir fikir, hərə özünə bir dəstək, hərə özünə bir kanal, bir qrup, bir nə bilim nə açmaq, alimlərin səhvindən kənarda qalmaq. Yəni, əlhəmdülillah, sələfi mənhəci elm mənhəcidir. Sələfi mənhəci Rabbani mənhəzdir. Sələfi mənhəci Allah Taala'nın yer üzünə qoyduğu saf, pak mənhəzdir. Peyğəmbərlərin mənhəcidir. Bu yola da alimlər davam edirlər. Bu yolda alimlər peyğəmbərlərin varisləridir. Yərfə'illahu ellezine amanu minkum vellezine utul ilme dərəcət. Allah Taala deyir ki, Allah Taala sizlərdən iman gətirib elm verilən kəslər dərəcələrlə yüksəlsin deyə. Alimləri dərəcələr də Allah Taala yüksəldir. Hansı ki, o dərəcələri Allahdan başqa heç kəs bilmir. Alim deyildikdə bidət əhlinin alimlərindən qəsd olunmur. Alim deyildikdə bütün bu elm vəsfi gələndə, təriflər gələndə, alimlərin tərifi gələndə yadınıza saxlayın bir mənhəzin alimləri, o da Əhlüsünnə vəl Cəmaətin mənhəzin alimləri qəsd tərif. Nə Əş'arisi, nə Məturidi, nə Xavaricisi, nə Rafizisi, nə o birisi, nə bu birisi, nə Hizbisi, nə bilə heç kim yox. Ancaq Əhlüsünnə vəl Cəmaətin, ancaq sələfi mənhəzin alimləri təriflənir Allah və Rəsulu tərəfindən. Peyğəmbərlərin varisləri bidətçi alimlər yox, peyğəmbərlərin varisləri Əhlüsünnə alimləri, sələfi alimlər qəsd olunur. Allahın tərifləyib dərəcələrlə yüksəltdiyi alimlər də bunlardır. Bunlar da onları söylürlər.
Elə bilirsiniz ki, sabahlarım Şeyx Abbad Hələbdən danışsa, onu tərifləyəcəklər. Yox, onu da vurub atacaq. Necə ki, Şeyx Salih Suheymi vaxt verdi, demirdi, Sələbi onu öz saytında tərifləyirdi. Deyəndə dedi ki, Şeyx Salih kordur, oxumur, bilmir, cahillikdə ittiham elədi, korluqda ittiham elədi. Allah Taala'nın verdiyi bir müsibətdir ona. Və s. Ona görə, əlhamdülillah, Qamət qardaşın apardığı dəvət, bərəkətli dəvətdir, mübarək dəvətdir Azərbaycanda və elm əhli tərəfindən dəstəklənən mənhəzdir. Vallahi Şeyx Rəbinin yanında olduq. Qamət qardaşla səfirlərimsə olmuşam. Hə, bəli, bir dəfə Qamət qardaşdan olduq, bir dəfə ondan sonra tək oldum. Şeyx Rəbi əlhamdülillah danışdıq Azərbaycan barəsində mövqeyi, Azərbaycan barəsində dəvəti və təriflədi və bərəkət istədi və dedi davam eləyin, çəkindirin filan. Və s. Əlhamdülillah bu dəvət alimlərin dəvətidir. Bu mənhəz alimlərin mənhəzidir. Hakimiyyət məsələsi olsun, başqa mövzular olsun, əlhamdülillah Qamət qardaşın sabahlarım kimsə xata eləsə, heç kim xatadan məsum deyil. Kimsə xataya düşsə, o xatadan dönməlidir. Dönməsə, israrlı olsa, onun cavabı başqadır. Mən olmayayım, kim olur olsun, fərq elə. Mən onların içində ən balacasıyam, özümü ən aşağıdası hiss eləyirəm. Əlhamdülillah, heç kim böyüklənməli deyil, heç kim də özünü qaranti altına eləməyib. Ona görə Peyğəmbər s.ə.v peyğəmbər idi. Dua edir ki, ya muqallibəl qulub, təbbit qalib alə dini. Ya musarrifəl qulub, sarrif qulubinə ilə taatik. Qəlbimi dininizdən sabit elə, qəlbimi itaətdə elə. Peyğəmbər idi. Və Aşir Adəman dedi ki, ya Rasulullah, sən bizim üçün narahat olursan. Dedi, qəlblər Rəhmanın barmaqlarından, iki barmaq arasındadır. Mömin yatər, kafirdir, kafir yatər, mömindir. Allah Teala Quranda nə qədər ayətlərdə bizə öyrədib ki, biz Allahdan hidayət istəyək. Rabbənə la tuzigh qulubana ba'da iz hadaytana və hab lana min ladunka rahmə. Ey Rəbbimiz, hidayətə gəldikdən sonra bizi hidayətdən arzırma. Biz azmayaq. Allahdan sabitlik istəmək. İyyəkə na'budu və iyyəkə nəstəin. Yalnız sənə ibadət eləyirik. Yalnız səndən kömək istəyirik. Sənə ibadətdə səndən kömək istəyirik. Mənası həmsinin. Yalnız sənə ibadət eləyirik və bu ibadəti yerinə yetirməkdə yalnız səndən kömək istəyirik və s. Nə qədər ayətlər var, nə qədər hədislər var ki, Allah Taala'dan hidayətdə sabit qalmaq üçün sünnə üzərində sabit qal. Sünnə deyildikdə, yəni səhih mənhəc, səhih etiqad üzərində sabit qalması, Allah Taala'dan yardım istəmək, gecə gündüz. Bunlar olmasa insanın sabit qalmasının səbəblərindən biri də nədir? Səbəblərdən biri Allaha daim yalvarıb yaxarmaq, Allahla səmimi olmaq, öz dinində, etiqadında, fikirlərində səmimi olmaq, sadiq olmaq. Allah Teala onu sabitlik verəcək inşallah. Allah Teala onu sabitlik verəcək. Və həmçinin sabit qalmağın səbəblərindən də Şeyx Muhammed bin Sa'id Raslan la a'lamuhu illa aliman min ulama'i sünnə və təsayyudun nas li ba'dihim hada marad nəsəl Allah an yəşfiyə mən asabəhu. Necə ki, İblis Allaha bir əməldə asi oldu. Adəm Əleyhisselama səcdə eləmədi və istəkbərə və kənə minəl kafir. Üz döndərdi, təkəbbürlü və kafir oldu. Bir günahla. Və insan da bilmir, ola bilər, bir günah eləyərsən, Allahın qəzəbinə gələr, insan, Allah qorusun və o günah insanı həlakə sürükləyər, usuruma sürükləyər, cəhənnəmin dibinə aparar. İnsan özü də bilmədən bir kəlmə işlədər ki, o kəlmə insanı cəhənnəmin dibinə sürükləyər. Ona görə insan öz əməllərini, insan öz sözlərini, öz hərəkətlərinə baxmalı, həmişə yəni şəriət çərçivəsində qiymət verməlidir öz əməllərinə, daim tövbədə olmalıdır. Ramazan ayından çıxdıq, əlhamdülillah, böyük mədrəsə, böyük məktəb, İslamın böyük bir rükununu yerinə yetirdik. Hansı ki 30 gün başqa bir əməl, ibadət yoxdur ki, 30 gündə sən sər-asər o əməli eləyirsən namazdan başqa. Rükun dalbadal hər gün yerinə yetirirsən. Bu kimi əməllər, onda inşallah insanın ehtimal var ki, insan sabit qalsın. Ona görə alimlər deyərlər ki, biz təəccüblənmirik, İmam Şafi və başqaları deyərlər ki, biz təəccüblənmirik, insan hədis rəvayət eləsin və çaşsın, xata eləsin. Təəccüblənirik o insana ki, hədis rəvayət eləyir, amma çaşmır. Xata yəni hamıdan baş verir. Və başqa əmək deyərlər ki, biz təəccüblənmirik, haqqa gəlib, haqdan azanlar. Biz təəccüblənir, haqqa gəlir, haqq üzrə sabit qalır. Yəni, sabit qalmaq özü bir həyatın Allah bilir 30 il, Allah bilir 40 il, Allah bilir nə qədər Allah bilir. Bəlkə həyatın uzun olar. Və həyat da uzundur, keşməkeşlidir. Həyatda problemlər gəlir, fikirlər gedir. Və bilmirsən hardan, nə vaxt, nə gələcəksən. Biz bilirdik ki, bu söhbət gəlib düşəcək bizim aramıza. Bilmirdik. Gəldi, söhbət düşdü, fitnə gəldi. Şeyx Salih Fovzan deyir ki, Həfizəhullah, deyir ki, fitnələr labüddür ki, gəlməlidir. Allah Teala and edib ki, sizi imtihanı çəkəcəm. Və bu fitnələrin, Şeyx Salih Fovzan deyir, bu fitnələrin qurbanları da olacaq. Fitnə gəlibsə özündən aparacaq, qurbanlar da aparacaq.
və fitnələrin də qurbanı yalnız hava əhli olacaq. Yəni hava əhli elmə arxalanmayan, alimlərə arxalanmayan, nəsihət qəbul etməyən, öz havasına tabe olan, öz nəfsani şəhvətlərinə tabe olan insanlar, öz havasına tabe olan insanlar. Və ondan da Allah və Rəsul çəkindirir bizi kitabda nə qədər yerdə. Havaya tabe olmaq. Və belə qardaşlar, Allah Taala istəyirəm məni də, sizi də haqq üzərində sabit eləsin, haqq üzərində öldürsün və salihlərlə bir də həşr eləsin. Və subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə əstəğfirullah və ətubu ilayk.